Salam dəyərli dostlar. Mart ayının 2-sində keçirilmiş imtahanın ədəbiyyata aid olan hissəsinin izahını verəcəm sizə. 26-cı suala nəzər yetirək. Deməli, cədvəl verilibdir. Cədvəlin birinci hissəsi, bu hissəsi dərsi şagirdi Əhməd və ağıllı uşağa aid olacaqdır. İkinci hissəsi Xan Sarayı və Cahargah əfsanəsinə aid olacaqdır. Üçüncü hissəsi isə dərs şagirdi Əhməd, deməli, ağıllı uşaq və Xan Sarayına aid olacaqdır. İndi bunu nəzərə alıb biz doğru cavabı müəyyənləşdirməliyik. Baxaq A variantına, yəni dərs şagirdi Əhməd və ağıllı uşağa gedəcək hissədir. Əsərdə zəhmət insanların əməyinə hörmətsizlik etməklə hadisələrə düyün vurulur. Dərs şagirdi Əhməd və ağıllı uşaqda A variantı bu ikisinə gedən xüsusiyyət olmayacaqdır. Yenə də davam etsək, haqsızlıqla üzləşən obrazın mənəvi qələbəsi ilə əsər yekunlaşır. Xan Sarayında və Cahargah əfsanəsinə aid doğru cavabdır. Aid olduğu janr ancaq nəsrdə yazılır. Deməli, aid olduğu janr nağıldır, əfsanədir. Bunlar ancaq nəsrdə yazılır deyən doğrudur. Deməli, burada ancaq birinci xüsusiyyət uyğun gəlmədiyi üçün A bəndi doğru deyil. Yaşca əksəriyyətindən kiçik olan qəhrəman özündən böyüklərə ağıl yaşda deyil, başdadır olmasını deməli sübut edir. Bu dərs şagirdi Əhməd və ağıllı uşağa aid olan bir fikirdir. İkinciyə baxaq. Xudbin şah obrazı yaradılan əsərdə şərt nəticə tipli deməli fikirlərə də rast gəlinir. Deməli, Xudbin şah obrazı həm Xan Sarayında, həm Cahargah əfsanəsində var, həm də şərt nəticə tipli fikirlər var. Məsələn, Xan Sarayında şah, daha sonra usta şərt qoymuşdu ki, əgər əməyimi qiymətləndirsən, saray tikərəm. Cahargah əfsanəsində də alim orada karvan başına demişdi ki, əgər zınqrovları dəyişməyə icazə versə, sizinlə gedərəm. Baxaq üçünə, dərs şagirdi Əhməd, ağıllı uşaq və Xan Sarayına aid olan fikrə. Əsərin baş qəhrəmanı fiziki cəzaya da məruz qalır. Ağıllı uşaqda elə bir şey yoxdur. Ona görə demək, üçüncü fikir getmədiyi üçün B variantı yanlışdır. C ilə davam edirik. Əsərin baş qəhrəmanı olan Əhmədin əməlini Xaqaninin dünyada ağıl tək bir ustad varmı misrası ilə möhkəmləndirmək olar. Bəli, burada dərs şagirdi Əhməd və ağıllı uşaq dastanı, ağıllı uşaq nağılında baş qəhrəman Əhməddir və həmin Əhməd ağlı ilə fərqlənən bir surət olacaqdır. Ona görə bu xüsusiyyət gedəcəkdir. İkinci xüsusiyyətə baxaq, yəni uyğun olacaqdır. Deməli, nəsrlə yazılmış əsərin aid olduğu janrın 4 növü var. Xan Sarayı və Cahargah əfsanəsi nəsrlə yazılıbdır və onun aid olduğu janr da əfsanədir. Əfsanənin də 4 növü var: zonomik, etnonomik, kosmogonik və toponomik. Bu doğrudur. İkinci də uyğun oldu. Hazır cavablığı ilə seçilən obraz şahın qarşısına daha cəsarətli addım ata bilir. Dərs şagirdi Əhməd, ağıllı uşaqda Əhmədlər hazır cavab idi və inamlı addım ata bilir. Xan Sarayında da usta yenə də hazır cavab idi, inamlı addım ata bilir. Ona görə C variantı bütün xüsusiyyətlərə uyğun gəldiyi üçün doğru cavabdır. Digərlərinə baxaq. Zəhməki insan obrazı yaradılmış əsərdə hadisələr ləng inkişaf etdiyini şahid oluruq. Nağıllarda hadisələr ləng inkişaf etmir. Ona görə bu fikir yanlışdır. 1-ə getməyəcəkdir. Ona görə D bəndini götürə bilməliyik. Zəkası vasitəsilə yaşadığı yeri kənar şəxslərdən qorumağı bacarır. Bu doğrudur. Aid olduğu janr ancaq nəsrlə yazılır. Bu da doğrudur. Müxtəlif sujet xəttlərindən istifadə olunubdur. Nağılda və əfsanədə müxtəlif sujet xəttləri olmur. Ona görə bu üçüncü xüsusiyyət yanlış olduğu üçün E bəndini də götürə bilmərik. 27 ilə davam edirik. Müqayisə cədvəlinə əsasən doğru cavabı müəyyənləşdirməliyik. Deməli, inversiya və təkrirdən istifadə olunmuş nümunədə qafiyənin müxtəlif növlərindən istifadə olunubdur. Deməli, bizik bu dünyada səninlə şərik, bizsiz nə qış, nə burada təkrarlanıbdır. Deməli, təkrirdən istifadə olunubdur. Bu doğrudur. İnversiya da var burada. Qafiyə baxırıq. Şərik sözü və bilərik sözü zəngin qafiyədir. Bahar və var sözləri isə natamam qafiyədir. Deməli, bir uyğundur. İkinci nümunəyə baxaq. Mən bir dənizəm ki, eşqim səhərdir. Səni düşünürəm əzizim yenə. Mənim dalğalarım. Burada mən təkrarlanıbdır. Təkrir var. Sonra inversiya da var burada. Deməli, qoy çatsın qəlbinin sahillərinə inversiya var. İndi qafiyəyə baxaq.
səhərdir və xatirələrdir, zəngin qafiyədir. Yenə sahillərini isə natamam qafiyədir. Bir hər ikisinə getdiyi üçün ona görə biri biz doğru cavab kimi götürə bilmərik. 2-yə baxırıq. Bədii təzaddan istifadə olunan nümunənin ikinci misrasında iki eyni məcaz növündən istifadə olunubdur. Qış və bahar bədii təzad var və ikinci misrasında deyir eyni məcaz növündən istifadə olunubdur. Bizsiz nə qış gülər, nə də ki bahar. Bahar gülər, qış gülər metafordan istifadə olunubdur ikinci nümunədə 2 dənə. Ona görə 2 doğrudur, amma ikincidə səni düşünürəm əzizim yenə burada 2 eyni məcaz növü yoxdur. 3-ə baxırıq. Bədii xitabdan istifadə olunmuş nümunənin birinci misrasında 2 təşbeh var. Bədii xitab istifadə olunubdur. Burada əzizim sözü bədii xitabdır və birinci nümunədə mən bir dənizəm ki, eşqim səhərdir. Özünü dənizə bənzədir, eşqini də səhərə bənzədir. 2 dənə təşbeh var, 3 doğrudur. Metafordan istifadə olunmuş nümunədə bədii ifadə vasitəsinə də rast gəlinir. Hər ikisində metafor var, hər ikisində də bədii ifadə vasitəsi olduğu üçün 4 ortaya gedəcəkdir. 5-ə baxaq. Bir misrada 2 eyni məcaz növünə işlənmiş nümunədə qafiyənin müxtəlif növlərindən istifadə olunub. Dedik qafiyədə hər ikisində həm zəngin, həm natamam qafiyə var. Burada da bu misrada 2 metafor var. Burada da bir misrada 2 dənə təşbeh var. Deməli eyni məcaz növü, bir misrada 2 eyni məcaz növü işlənibdir. Ona görə 5 hər ikisinə uyğun getdiyi üçün testin doğru cavabı 2, 3, 5 A variantıdır. 28-ci testlə davam edirik. Nümunəyə əsasən doğru cavabların sayını müəyyənləşdirməliyik. Mətn tipli testlər biz bilirik ki, artıq 2 ildir ki, yəni keçən ildən artıq düşməyə başlayıbdır ədəbiyyatdan və bu tipli mətnlər də düşür. Diqqət eləyək. Səhər yenicə açılmışdı, yağışlı bir gün idi. Elə yağırdı, deyəsən göydən yerə dolçu ilə su tökülür. Navalçalar kran kimi işləyir, küçələrdən su gedirdi. Üfüqlər elə qaralmışdı, deyərdim bu hava daha açılmaz. Rütubətli ağır havada hər yer bomboz kədərli idi. Hələ sönməyən lampalar limona bənzəyirdi. Adamlar yerə baxır, yeyin ötür, bir-birini basıb tramvaylarda oşurdu. Cəld ötən çətirli qadınlar səyyar çadırı kimi görünürdü. Yer, səma pık-pık qaynayırdı, elə bir qazan qaynayır. Deməli, baxaq görək burada. Deyir, 3-cü şəxsin dilindən nəql olunan əsərdə təbiətə obrazlı don geyinilib. Bir doğrudur, burada yağışın yağması, yağışlı bir gün təsvir olunur. Yağışın necə yağması təbiətə obrazlı don geyinir və 3-cü şəxsin dilindən nəql olunur. 2-yə baxırıq. Əsərin emosional yükünü artırmaq üçün bir neçə yerdə predmet müxtəlif əlamətinə görə daha qüvvətli predmetə bənzədilibdir. 2, baxaq görək. Deyir, elə yağırdı ki, navalçalar kran kimi. Navalçalar krana bənzədir. Küçələrdə su gedirdi. Üfüqlər elə qaralmışdı, deyərdin hava daha açılmaz. Rütubətli ağır havada hər şey bomboz, kədərli idi. Hələ sönməyən lampalar limona bənzəyirdi. Lampalar limona bənzədib, adamlar yerə baxır, yeyin ötür, bir-birini basıb tramvaylar dolaşır. Cəld ötən çətirli qadınlar səyyar çadırı kimi. Çətirli qadınlar səyyar çadırına bənzədir. Deməli, burada bir neçə yerdə təşbehdən istifadə olunub fikri doğrudur, 2-ni götürürük. 3-ə baxırıq. Məqsədli şəkildə nəzərdə tutulan sözün əvəzinə onun əlaqədə başqa bir söz işlədilib ki, bu da işləndiyi cümləni və birbaşa mətnin ahəngdarlığını ağırlaşdırıb. 3 burada fikir versiniz, qazan qaynayır ifadəsi var. Qazan yox, qazandakı su qaynayar. Ona görə, yəni metonimiyadan istifadə olunub. Bu nümunədə deyir, metonimiyadan istifadə olunub və obrazlıq yaradıbdır. Deməli, 3 doğru olacaqdır. Əsərdə insana aid əlamət qeyri-insani varlıq və əşyaların üzərinə köçürülməsi ilə 3 müxtəlif yerdə güclü məcazlardan da istifadə olunub. Yəni, deyir, metafordan yaranıb, metafordan istifadə olunub. Nümunədə 3 müxtəlif yerdə metafordan istifadə olunmadığı üçün 4 yanlışdır. Bu mətin adətən epik əsərlərdə lirik riccətə aid nümunə kimi götürülə bilər. 5 doğrudur. Adətən belə deyək də, müəllif əsərin əvvəlində və yaxud da əsərin ortasında haşiyə çıxmaq üçün təbiət təsviri yaxud da bu tipli mətnlər verir və biz bunu lirik riccət kimi götürə bilirik. Demək, fikirlərdən 4-ü doğru olduğu üçün testin doğru cavabı D bəndidir. 29-cu testdən davam edirik. Maraqlı testlərdən biridir. Deməli, İskəndərnamə əsərinin məzmunu ilə bağlı doğru fikri müəyyənləşdirməliyik. Sultan Səncər və Qarı əsərinin məzmunu ilə bağlı yanlış fikri müəyyənləşdirməliyik.
İskəndərə Daranın qəddar olduğu xəbərini verdikdə İskəndər hər tərəfdən onun üzərinə hücum əmrini verdi. Bir yanlışdır. Bu xəbəri Daraya verirlər. Daha doğrusu Daraya belə bir xəbər verirlər ki, deyirlər ki, bəs İskəndər çox adlı sanlı hökmdarları taxtdan salıbdı və bunu nəzərə alır. Dara da hər tərəfdən İskəndərə hücum eləyir. Sanki orada İskəndərin bəxti gətirir. Orada Daranın adamları gəlir onu Daranı öldürəcəyini deyir, bəxti gətirir. Bəlkə də İskəndər orada məğlub olardı. Deməli burada Dara hər tərəfdən hücum çəkir Daraya verilən xəbərdə. Bir də ifadə edeyim. Yəni Daraya xəbər verirlər ki, orada İskəndər çox adlı sanlı hökmdarları, şahları taxtdan salıbdı. Dara bundan sonra bütün hər yerdən, hər tərəfdən onun üzərinə, İskəndərin üzərinə qoşun çəkir. Amma burada deyir ki, İskəndərə Daranın qəddar olduğu xəbərini verəndə İskəndər qoşun çəkir. Ona görə bir səhvdir. Səfərdə olarkən bir yığın məzlumla qarşılaşır. Məzlumlar ona pələngərin zülmündən zara gəldiklərini deyir. İki də yanlışdır. O səfərdə olarkən pələngər haqqında ona məlumat vermirlər. Məclislərin birində gəlib pələngər haqqında məlumat verirlər. Yəni bunun İskəndərin ilk yürüşüdür bu. Səfərə çıxmamışdı hələ. Ona görə iki yanlışdır. Qorxudan saralan İskəndərə Nüşabə öz taxtına istiqamət verir. İskəndərin bu taxta layiq olduğunu deyir. 3 doğru olacaqdır. Qorxudan deyir saman sapı kimi İskəndər sapsarı saralır Nüşabə onu tanıyanda. Amma Nüşabə özünü o yerə qoymur, durur, taxtını İskəndərə verir ki, bir taxta iki tacdar yaraşmaz. Darğa padşahın ismətini yerə salır, qarıları çapdırıb acından qırdırır. Burada yanlış fikirlər tapmalıyıq. Darğa padşahın ismətini yerə salır. Sonra deyir ki, darğa qarılar çapdırıb acından qırdırır. Burada darğa yox, şaha nöqsan tutur ki, sən deyir qarılar çapdırırsan, onları acından qırırsan. Ona görə 4 yanlış olacaqdır. Bu darğaya aid deyil, şaha aiddir. Əsər klassik poemalar kimi məsnəvi formasında yazılıb, sonunda müəllifə müraciət olunur. Müəllifə müraciət yoxdur, amma məzmunu ilə bağlı yanlışı istədiyi üçün biz 5-i ümumiyyətlə götürmürük, 5-ə baxmırıq. Qarı padşahın göstərişi ilə işgəncəyə məruz qalmır, doğrudur. İnsanları üsyana ruhlandırmır, doğrudur. Hökmdarı yalnız öz dərdindən danışır fikri yanlışdır. Çünki qarı burada ümləşmiş bir obrazdır. Məzlumların ümləşmiş bir obrazıdır. Ona görə 6 yanlışın altından yanlış olacaqdır. Testin doğru cavabı 3, 4, 6, yəni B bəndidir. 30-cu testlə davam edirik dostlar. Bu xronoloji ardıcıllıqdır. Bu hadisə ilə bu hadisənin arasında olan hadisələri seçməliyik burada. Deməli, Qazan bəy düşmənin yaxınlaşdığını görüb atdan endi, təmiz suda yuyundu, 2 rükət namaz qıldı. O hadisə ilə Qazan geri döndü. Gəldiyi yol ilə geri döndü. Deməli, gecəsini gündüzünə qatdı. Bu iki hadisənin arasına 2-4 gedəcəkdir. Yəni, Burla xatun Qazanın gəldiyini eşidib, atdan ayğı, dəvədən burğa, qoyundan qoç kəsdi və Qazan xan deməli, bir də 4 olacaqdır. Qazan xan Burla xatuna təsəlli verdi, oğlu üçün qəmlənməməyi buyurdu. Deməli, bu iki arıya da gedəcəkdir. Deməli, dediyimiz ifadə ilə boyu uzun Burla xatun kafirin qara bayrağını qılınc sahib yerə saldı. Onların arasında da 3 gedəcəkdir. Qazan xan düşmənin qoşununu mərkəzinə hücum edib Təkürə Şökülməliyi məhv eləyir. Deməli, 1-ə baxsaq, Uruz atasının sözünü sındırmadı, geri döndü, yoldaşlarını da götürüb uca dağ başına çıxdı. Deməli, bu hadisədən əvvəlki hadisəyə aid olduğu üçün Uruz atasının sözündən çıxmadı. Ona görə 1-i heç birinə yaza bilmirik. 5-ə baxdıqda Qazan xan Ağcaqala sürməliyə gəlib, bu dediyimiz hadisədən sonraya aid olduğu üçün 5-i də heç birinə aid etmirik. Testin doğru cavabı B bəndi olacaqdır. 2, 4, 3. 31-ci testdən davam edirik. Vaqif əsəri ilə bağlı çox maraqlı suallardan biridir əziz müəllimlər. Deməli, şeyxə doğru və yanlışları tapmalıyıq. Doğrunun altından doğru, yanlışın altından yanlışı tapmalıyıq. Şeyxə satılmış alçaq deyən də, Xuramanı cəzalandırmaq istəyən də eyni obrazdır. Şeyxə satılmış alçaq deyən Əli bəy olur. Əli bəy ona satılmış alçaq deyir, şeyx də ona kafir deyir. Xuramanı cəzalandırmaq istəyən də Əli bəy olur, amma bu Xuramanı cəzalandırmaq istəyən də Vaqif ona icazə vermir. Bu deyir, eyni obraz olduğu üçün bir doğrudur. Sonra Vaqifin qanunlarda həqiqət görmədiyini deyən obraz bu şeyxdir. Vaqifin oxuyan bülbüldür, dinləyən qazdır fikri ilə cavab verdiyi obraz isə vəzirdir. Deyir, bunlar eynidir, eyni deyil, 2 yanlışdır, biri şeyxdir, biri vəzirdir.
Yanlışın altından yanlışı seçməliyik. Əli bəyi kafir adlandıran obraz şeyxdir. Deməli, Qarabağın açarını Qarabağa təqdim edən obraz da şeyxdir. Hər ikisi eyni olduğu üçün bu doğrudur. Ona görə 3-ü götürə bilmərik yanlışın altından. Xuramanın özünü qayadan atdığını Vaqifə deyən obraz Zülfüqardır, qapçıdır. Deməli, Əli bəyi cəlladın əlindən xilas edən obraz isə səhv eləmirəmsə orada Murad çomaqla Əli bəyin cəlladına vurur. Bunlar eyni obraz olmadığı üçün 4 yanlışdır. Yanlışın altında da doğru cavabdır. Deməli, testin doğru cavabı B bəndidir. 32-ci sualla davam edirik. Bu da maraqlı, çox maraqlı müqayisə sualıdır. Yəni, öyrədici suallardan biridir. Artıq burada ən azı bir 5-6 əsərin oxşar cəhətini biz müəyyənləşdirmiş olacaq. Uyğunsuzluğu müəyyən edin. Deyir, Rəsul Zanın Çınar ömrü şeiri kimi Məhəmməd Füzulinin söz qəzəlində də elə söz danışmalısan ki, elə iz buraxmalısan ki, öləndən sonra yaşayasan fikri ifadə olunubdur. Bu fikir doğrudur, qabağında da doğru yazılıbdır. Çınar ömründə yaxşı iz buraxma, onsuz da var. Elə şeirin əsas məzmunu odur. Məhəmməd Füzulinin söz qəzəlində də orada söz insanı öləndən sonra da yaşatmalıdır. Elə söz danış ki, elə işlər gör ki, öləndən sonra da yaşayasan fikri ifadə olunubdur. Ona görə fikir doğrudur. Rəsul Rızanın Çınar ömrü şeiri kimi Rəsul Rızanın Qızılgül olmayaydı poemasında da şair əsasən vurğu və intonasiya əsasında ahəngdarlığı gücləndirilib. Hər ikisi sərbəst şeirdə yazılıbdır. Sərbəst şeirdə də vurğu və intonasiya əsasında ahəngdarlıq gücləndirildiyi üçün B doğrudur. Qabağında da doğru yazıldığı üçün bu uyğunsuz sayıla bilməz. C-yə baxırıq. Rəsul Rızanın Çınar ömrü şeiri kimi Elçinin Talvar əsərində də insan ömrü ilə təbiətin deməli vəhdətini görmək mümkündür. Deməli, Çınar ömrü kimi Elçinin də Talvar əsərində bəli, orada insanla təbiətin vəhdəti göstərilibdir. Fikir doğrudur, qabağına da doğru yazıldığı üçün C bəndini götürə bilmərik. Rəsul Rızanın Çınar ömrü kimi deməli Qasım bəy Zakirin Durnalar şeirində də qeyri-insanın varlığın simvolizə olunduğunu şahid oluruq. Çınar ömründə Çınar ömrü simvol kimi götürülür. Qasım bəy Zakirin Durnalar şeirində isə durnalar. Bu fikir doğrudur, amma qabağına yanlış yazıldığı üçün biz D variantına uyğunsuz cavab götürəcəyik. Çınar ömrü şeiri kimi Nizami Gəncəvi İskəndərnamə əsərində də ölən üçün yas saxlamağın faydası olduğu fikri anlaşılır. Burada deməli fikir doğrudur. Həqiqətən də Çınar ömründə deyil, Çınar ömrüdür. Çınar orada insanı göstərdi. Onun nə 7-si oldu, nə 40-ı oldu. Yəni heç kim onu yas saxlamadı. Eyni qaydada Nizami Gəncəvi İskəndərnamə əsərində də İskəndər də öləndə onun üçün yas saxlamamağı tapşırmışdı, tövsiyə etmişdi anasına. Ona görə E variantı da doğru olacaq, uyğunsuz cavab ola bilməz. Yəni bütün hallarda testimizin doğru cavabı bizim D bəndi olacaq. 33-cü testlə davam edirik, əziz dostlar. Aha. Deməli, Əkinçi şeiri ilə Şəhriyarın Heydər Babaya salından bir bənd verilibdir. Hər nə alıb baha verir qiyməti, ucuz fəqid əkinçinin zəhməti. Bitənindən artıq biçən ücrəti, kənd uşağı gedir yolda işləyə, orada bəlkə qəndi tapıb dişləyə. Bir də deyir ki, şeir əkinçinin ağır zəhmət çəkməsinə baxmayaraq haqsızlığa məruz qalması. Bu əkinçi şeirinə də aiddir. Burada da ucuz, əkinçinin zəhmətin ucuz olduğunu göstərir. Hər ikisinə aid olduğu üçün biri götürə bilmərik. Tənbəl variantına geçsək, A-nı, D-ni, E-ni silsək, artıq burada 2 cavab qalacaqdır. Satirik və ironik səciyyə daşıyan şeirdə hakim sinifin kəndliyə olan zalim münasibəti tənqid edir. 2 doğrudur, bu əkinçiyə aiddir. Heydər Babaya salamda o satirik şeir deyil, o realistik bir məzmun daşıyacaqdır. Ona görə 2 doğru olmuş olacaqdır. 3-ə baxırıq. Realist üsluba malik olan şeirdə kənd uşağının vəziyyəti konkret təsvir olunur, onu işləməyə məcbur qalması vurğulanır. 3 doğrudur. Heydər Babaya salamda realist üslubda yazılıbdır həmin o bənd və burada kənd uşağından danışır. Kənd uşağı gedir yolda işləyə, orada bəlkə qəndi tapıb işləyə. Amma əkincidə kənd uşağının ümumiyyətlə bəhs olunmur. Sonra kəndlinin istismarı və zəhmətin ucuz qiymətləndirilməsi üzərində qurulan nümunədə sosial ədalətsiz və istismar tənqid olunur. Hər ikisinə aid olduğu üçün 4-ü də götürə bilmərik biz. Demək, C-də 7 artıq cavabımız bəllidir. Şeirdə kəndlinin fiziki zəhməti və onun qarşılığında gördüyü haqsızlıq hər ikisində olduğu üçün 5-də doğru olacaq. 2, 3, 5 B variantı testin doğru cavabı. 34-cü sualla davam edirik, əziz müəllimlər.
Müqayisə cədvəlində Azərbaycan bayrağının şeiridir və Cəfər Cabbarlının eyni adlı bir şeirdən bir parçadır. Deyir, indi burada deyə bilər ki, mən biz Cəfər Cabbarlını keçməmişik ki, keçməmişsiniz, sizə Cəfər Cabbarlının şeiri haqqında məlumat istəmir ki, keçdiyimiz Azərbaycan bayrağı şeirindən verilmiş bənd müqayisəsini istəyir bizdən. Buraxınız seyr edəyim, düşünəyim, oxşayayım şu sevimli üç boyalı, üç mənalı bayrağı. Mələklərin qanadı mı üzərinə kölgə salan? Nəymiş bu aman Allah, od yurdumun od torpağı. Deməli, müqayisə cədvəlində oxşarlığı tapmalıyıq 34-də. Baxaq, şeirdə bayraq daha poetik və hissi yanaşma ilə təsvir edilir. Onun gözəlliyi, ilham vericiliyi ön plana çıxılır. Deməli, bir, hər ikisinə aid xüsusiyyətdir. Hər ikisində bunları biz görürük. 2-yə baxırıq. Şair bayrağa daha yaxın olmaq, ona toxunmaq, hiss etmək istəyir. Bu ikinciyə aiddir, deyir. Buraxınız seyr edəyim, düşünəyim, oxşayayım. Ona görə 2-ni biz Azərbaycan bayrağına aid etməyəcəyik. 3-ə baxırıq. Bədii sualdan istifadə olunmuş şeirdə şair bayrağa baxmaq, onu düşünmək və oxşamaq istəyir. Oxşamaq, düşünmək məsələsi bu ancaq ikinci şeirə aid olduğu üçün 3 doğru cavabdır. 4-ə baxırıq. Şeirdə daha çox tarixi, dini və milli aspektlər vurğulanır. Bayraq keçmişin, dövlətçiliyin və müqəddəsliyin bir rəmzi kimi təsvir olunur. Hər ikisində tarixi məsələlərə toxunubdur. Azərbaycan bayrağının şeirində də bunu görürük biz. Burada həmçinin tarixi, dini. Baxın, buraxınız seyr, düşünəyim, üç rəngli bayraq, mələklərin qanadının üzərinə kölgə salan nəymiş? Bu aman Allah, od yurdumun od torpağı. Burada dini aspekt ümumiyyətlə görünmür ikinci şeirdə. Həm də tarixi aspekt, o bayrağımızda o yaşıl rəngin İslamdan alınması falan, bunlar hamısı Azərbaycan bayrağına və yaxud da Turan məsələsi Azərbaycan bayrağında da olduğu üçün ikinci nümunəyə aid olsa belə biz ortaq götürə bilərik bunu. Ona görə 4-ü götürməyəcəyik. Bayrağa dərin sevgi və heyranlıq ifadə olunan şeir. Hər ikisində var. Onun üç rəngli olması haqqında da məlumat vardır. Burada 3 boyalı, 3 mənalı deyir burada. Bu şeirdə də var. Azərbaycan bayrağı da 3 rəngli deyir. Rəngini Quzğun dənizdən aldın. Hər ikisində olduğu üçün 5 ortaqdır. 3-5 D bəndi testinin doğru cavabıdır. 35-lə davam edirik. Neylərdin ilahi? Klaster verilibdir bizə. Deyir, Sabirin ilahiyə müraciəti onun köməyinə ümid və gümandan doğur. Bu fikir yanlışdır. O ilahiyə müraciət eləyir, amma ondan kömək istəmir. Yəni, o baş verən hadisələrdə problemin həllini Allah edəcək deyə bir fikir ifadə etmir. Sadəcə Allaha üsyankarcasına deməli bir müraciəti var. Deməli, ilahiyə müraciəti var, amma onun köməyinə ümid və güman yoxdur orada. Deməli, bu fikir yanlış olduğu üçün biz yanlış fikirlər seçməliyik ki, testimiz doğru olsun. Sabir şeirdə əsasən deyir burada, hər beytin birinci misrasında bir fikir deyilsə, o bir misrası onun antitezasını söyləməklə qüvvətli təzad yaratmışdır. Bir doğrudur. Birinci beytdə yoxdur, amma əsasən dediyi üçün biz bunu doğru götürürük. Deməli, beytlərin əksəriyyətində var. Şeirdə vahid bir kompozisiya, sujet xətti yoxdur, doğrudur. Şeir şairin duyduqlarının, deməli, etirazlarının partlayışı bir vulkan püskürtüsü kimi meydana çıxmışdı. 2 də tamamilə doğrudur. Şairin hər beytdə inkar etdiklərini ilahiyə yönəltdiyi sualların arxasında onun arzuladığı, həsrətini çəkdiyi bir dünyanın təqdimini görmək mümkündür. Bəli, o əslində Allaha müraciət edib bu nöqsanları orada deyir. Əslində o nöqsanları deməklə nöqsansız bir cəmiyyəti beynində canlandırır. Burada dedik ki, həmin o sualların arxasında arzuladığı bir dünyanın olduğunu ifadə edib. Bəli, şeirdə bütün beytlərdə biz bunu hiss edirik. 3 doğrudur. Cəhalətin hökm sürdüyü bir dünyanı ölümə məhkum olduğunu ifadə edən şairin şəxsi qorxularının da şahidi oluruq. Şəxsi qorxularının şahidi, bu fikir yanlışdır. Elə bir, yəni burada ümləşmiş bir obrazda lirik qəhrəman. Bəyzadələrin nüfuzu yüksək olacaqmış, 500 Sübhandanı niyə yaratdın deyə ilahiyə müraciət olunur. Düzdür, 500 Sübhandanı niyə yaratdın deyə ilahiyə müraciət var, amma bəyzadələrin nüfuzu yox. Orada deyir, döşlüklü müsəlmanların bu qədər nüfuzu olacaqsa, niyə 500 Sübhandanı yaratdın? Ona görə 5 də yanlışdır. Testin doğru cavabı 4-5 B variantıdır.
36-cı testlə davam edirik. Maraqlı testlərdən biridir bu da. Müsibət Fəxrəddin əsərində Rüstəm bəy obrazına aid doğru fikir Mələk xanıma yanlış fikir olmalıdır və cədvəlin də yalnız bir xanasına yazılacaq fikri biz müəyyənləşdirməliyik. Deməli, övladları öz inayətkarlığın qurbanı olur, övladları deyir. Bu Rüstəm bəyə aid doğru cavabdır. Mələk xanım da yalnız bir övladı inayətkarlığın qurbanı olduğu üçün ona aid yanlış cavabdır. Hər ikisinə getdiyi üçün A-nı götürmürük. Cəhalətin hökm sürdüyü bir mühitin yetirməsi olan bu obraz qan davasında öz həyat yoldaşını itirir. Bu B-yə aid öz həyat yoldaşını itirmək yanlışdır. Bura getməyəcəkdir. Mələk xanım öz həyat yoldaşını itirir. Cəhalətin hökm sürdüyü bir mühitin yetirməsi olan bu obraz qan davasında öz həyat yoldaşını itirir. Deməli, Mələk xanım da öz həyat yoldaşını burada itirir. Buna aid də doğru olduğu üçün burada getməyəcəkdir. Buna aid yanlış fikir olmalı idi. Heydər bəy itirmişdi. Övladının qarşısına şərt qoyan valideyn ziddiyyətli bir obrazdır. Bu, Rüstəm bəyə aid doğrudur, ziddiyyətli obrazdır. Amma Mələk xanım bir ziddiyyətli obraz olmadığı üçün buna aid yanlış fikirdir. Hər ikisinə getdiyi üçün C-ni seçmirik. Öz səhvlərinə görə itki yaşayan obraz övladını itirəndən sonra da qisas hissi ilə alışıb yanır. Öz səhvlərinə görə Rüstəm bəy itki yaşayır, amma qisas hissi ilə alışıb yanır fikri yanlışdır. Qisas hissi ilə alışıb yanmır. Ona görə D bura getməyəcəkdir. Rüstəm bəyə aid doğru cavab deyil. Mələk xanım da övladını öz səhvinə görə övladını qurban verir, amma yenə də o da qisas hissi ilə alışıb yanır fikri Mələk xanıma aid yanlışdır. Burada da Mələk xanıma aid yanlış fikir istədiyi üçün D variantı yalnız ikinci xanaya gedəcəkdir. Deməli, testin doğru cavabı D bəndidir. Uzun müddət oğlunun yolunu gözləyib, gələndən sonra onu qisas ilə silahlandırmaq istəyir. Bu, Rüstəm bəyə aid yanlış fikirdir. Ona görə E bura getmir. Mələyə aid də doğru fikir olduğu üçün E bura getməyəcəkdir. Ona görə E bəndi testin doğru cavabı ola bilməz. 37-ci testlə davam edirik. Haqverdiyan bomba hekayəsində Rusiya imperiyasının müstəmləkə siyasətini göstərən bir neçə məqam öz əksini tapıb. Bunu nəzərə alıb aşağıdakı fikirlərin hansını əsaslandırmaq mümkün deyil. Yerli əhalinin polis qulluğunda alçaldılması, Rus Qaradavoyları ilə müqayisədə dəyərsizləşdirməsi A variantı doğrudur. Repressiv idarə üsulu və əhali üzərində təzyiq B də doğrudur. Orada Çar Rusiyasının repressiv idarə üsulunu görürük və əhali üzərində olan nə qədər gecənin yarısı Feyzullanın evinə getməsindən biz bunun şahid oluruq. Əsaslandırılmamış ittihamlarla yerli əhalini sıxışdırılması. Bəli, əsaslandırmamışlar. Sadəcə bir sözə görə gecənin yarısı ailəsini qorxuya salırlar orada Usta Feyzullanı. Ona görə C də doğrudur. Yerli qulluqçuların asanlıqla qurban verilməsi. Bəli, biz gördük ki, orada bir səhvinə görə asanlıqla onun üzərinə xətt çəkdilər. Həqiqət aydınlaşandan sonra yerli qulluqçuların cəza almaması fikri yanlışdır. Çünki orada biz Kərbəlayı Zal işdən qovulur, cəza alması olardı olsaydı. Ona görə E variantı burada uyğun olmayacaqdır. Yəni, bunu əsaslandırmaq mümkün deyil. Testin doğru cavabı E bəndidir. Mircəlan açıq kitab əsərinin məzmununu nəzərə alıb doğru fikri müəyyən eləyin. Gəldiyevin nitqi və direktorun soyuq yoxlamasından sonra Komsomol bürosunun iclasına Vahidə tərəfdar duran olmur. Bu fikir yanlışdır. Çünki orada Muxtar və bir şəxs onun haqqında danışır. Hətta deyilə kənddən yeni gəlmiş bir insandır. Onu belə qovmaq doğru olmaz. Sadıq kişi direktorla görüşəndə oğlunun bir ədəb adlandırır. Kiçik bir səhv etdiyi üçün universitetdən qovulduğunu vurğulayır. Sadıq kişi burada oğlunun səhv etdiyini demir. Deyir, onun üzərinə şəriklə nəsə bir anlaşılmazlıq olub ki, o buradan çıxıbdır. Demir, oğlum səhv eləyibdir. Ona görə B bəndə səhvdir. Paladov müsahibə haqqında danışanda Vahid kimi ümid verən istedadlı mütəxəssislərin mütləq müsahibəyə dəvət etmək lazım olduğunu deyir. Bunu Paladov demir. Vəzirbəyli deyir. Ona görə C variantı yanlışdır. Komsomol Soveti İnstitutuna məruzə qoyulanda Verdiyev özünü müdafiə etmək üçün bir söz tapmır, susmaq qərarına gəlir. Bəli, orada danışmır. Vahid, onun tərəfdarları, belə deyək də, Loru dedisi Verdiyevə ağ yub, qara səlirlər. Deməli, D variantı doğru olacaqdır. Vəzirbəylə qalibləri elan edəndə iki zərfin sədrin qabağına qoyub, qazan mayınları açıb, avtoru utandırmayaq dedi. Vəzirbəyli eləmir bunu. Gəldiyev eləyir. Gəldiyev orada
qalibləri elan edərkən iki zərfi sədrin qabağına qoyub deyir, qazanmayanları açıb avtoru utandırmayaq. Ona görə E variantı da yanlış olacaq. 39-cu testlə davam edirik. Nümunənin məzmununu nəzərə alıb İlyas Əfəndiyev Xurşudbanu Natəvan əsərində hansı obrazın nitqini gücləndirmək olar? Qarabağ atı hündür, çevik, hərəkəti səlis, bədən quruluşu möhkəmdir. Başları balaca, profilləri düzdür. Bu Qarabağ atlarının tərifinə orada Xurşudbanu Natəvanla Qafqaz canişinlə, canişinin görüşünə, canişinin dilinə ifadə etdiyi üçün canişinin fikirlərini möhkəmləndirmək deməli olar. Ona görə testin doğru cavabı B bəndidir. Və son olaraq 40-cı sualına yekunlaşdırırıq əziz müəllimlər. Cəfər Cabbarlının ana şeiri haqqında fikirlərdən biri doğru və yanlış olma baxımından digərlərindən fərqlənir. Deyir, şair şeirdə insan iradəsini zirvəyə qaldırsa da, ana sevgisini ondan daha yüksək göstərir. Bəli, lirik qəhrəman heç kimin qabağında baş əymir, təbiət hadisələri ona dünyanı deməli baş ayaq çevirsələr də yenə də baş əyməyəcəyini ifadə eləyir, amma ana qarşısında baş əyir. Deməli, ana sevgisi daha yüksəyə qaldırılır. A doğrudur. Təbiət təsvirlərinin təsvirini yaradır və onların heç birinin ona təsir etmədiyini bildirir. Amma ananın bir kəlməsi, bir təbəssüm onu titrədə bilər. B də doğrudur. Orada yağışın, günəşin və digərlərinin göy qübbəsinin təsir etməyəcəyini göstərir və ananın bir dənə layləsi, onun bir dənə ağzından çıxan söz onu titrədə bilər, xəyallar aləmində gəzdirə bilər. Ona görə B doğrudur. Əsərdə paradoks yaradan məqam var. Şair əvvəl əyilməyəcəyini deyir, yəni şair burada lirik qəhrəmandır, amma sonra bir varlığa səccə etməyə hazır olduğunu deyir. C variantı doğrudur. Heç kimin qabağında əyilmədiyini deyir, sonra əyilir, paradoks yaradır ananın qarşısında. Şair bildirir ki, bütün insanlıq ona düşmən olsa belə o mətanətini qoruyacaq və ruhdan düşməyəcək. Bəli, əyilməyəcək yenə də heç kimin qabağında. D də doğrudur. Əsərdə dünyanın bütün güclərinə müqavimət göstərən insanın heç bir zəif nöqtəsi olmadığı nəticəsinə gəlmək olar. Bu fikir yanlışdır. Çünki orada heç kimin qabağında baş əyməsə belə ana qabağında insanın zəifliyini göstərir. Ananın qarşısında baş əymək özü üçün fəxarət hesab edir. Dostlar, bu ədəbiyyata aid olan hissənin izahı idi. Növbəti sınaqlarda görüşmək ümidi ilə salamat qalın.